Naxşı itməyən, qaldıqca göyərməyən şəkərbura reseptini paylaşıram. Yoğurma qabına 1 stəkan süd, çay qaşığının ucunda durur 1 çay qaşığı şəkər tozu, biraz duz, 3 xörək qaşığı xama, 3 yumurta, 250 qram yağı əridib istifadə edirəm. 4 stəkan un. Un olaraq favelli istifadə edin. Ən gözəl un favellidir. Məndə bismak idi. Favelli burada tapmadığım üçün. Keçən ildə istifadə etmişdim bismak. Çox qəşəng çıxmışdı. Ancaq bu il yaxşı çıxmadı. Ona görə mütləq şəkildə favelli undan istifadə edin. Daha sonra isə içlik üçün 1 stəkan içlik, 1 stəkan şəkər tozu və vanil istifadə elədim, qarışdırdım. Xəmiri 5-10 dəqiqə müddətində gözlətsəniz kifayətdir. 40-43 qram arası kündələr istifadə edirəm. Tərəzi olmadan əlimlə ölçüləri tutmağa çalışıram. Bu cür taxta ilə yayıram, çox rahat şəkildə yayılır. Və içliyi mütləq şəkildə tam doldurmaq lazımdır. İçliyə təxminən 2-3 çay qaşığı istifadə edirəm. İçliyi yaxşı dolduranda qırağı da rahat bükülür, üzərinin naxşı da rahat şəkildə qoyulur. Bu cürə forma verirəm, daha sonra üzərini bəzəyirəm. Əminəm ki, çox gözəl naxış vuran xanımlar var. Məndə bu, səhv etmirəmsə, 13 dişli makkaş olmalıdır. Mən də bundan istifadə etdim. Bu cürə görürsünüz, yəni bu makkaşla pis naxış yoxdur. Çox rahat şəkildə qoya biləcəksiniz naxışı. Şəkərburanın üzərinin itməməsinin səbəbi, şəkərburanı üzərini çöldə tamamilə quruduruq. Quruyandan sonra sobaya verirəm. 120-150 dərəcə aralığında itimat sobasında bişirirəm. Daha sonra isə üzərinə gül necə edə bilərik? Şəkərburanı yenə için doldururam qırağın bükdükdən sonra. Bu cür xəmir kəsənlər var. Yumurtanın ağına batırıb üzərinə yapışdırıram xəmirin üzərinə. Baxın bu cürə. Və belə muncuqlar olur. Məndə adi evdə tort muncuğu idi. Bahalı muncuq deyil, amma xüsusi şəkərbura muncuqları var. Onlar çox qəşəng olur, qətiyyən ərimə vermir. Bu da çox ərimir. Çox cüzi biraz rəng dağıda bilər. Sonda görəcəksiniz. Yəni çox yaxşıdır, istifadə etmək olar. Düşünürəm ki, çox bahalı muncuqlar almağa dəyməz. Yəni professional olanlar başqa, amma evdə özünüz üçün edirsinizsə, məncə ehtiyac deyil. Bu da çox gözəl görsənir. Yenə bunu da üzərini quruduruq. Daha sonra isə 120-150 dərəcə arasında bişiririk. Baxın, gördüyünüz kimi çox gözəl oldu, həqiqətən. Üzərinin muncuqlarını görürsünüz, olduğu kimi yerində qalıb. Şəkərburanın altı qızarana dək bişiririk, üzərini qətiyyən qızartmırıq. Bu cürə, yəni necə qoymuşdum, elə də çıxdı. Çox qəşəng alınıb. Biraz unun çox bəyənə bilmədim, amma yenə də idarə edər. İzlədiyiniz üçün təşəkkür ederim.